İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış prosesi planlı şəkildə davam etdirilir. Bu çərçivədə Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndlərindən növbəti köç karvanı yola salınıb. Bizimlə elə canlı bağlantıda olacaq Zeynəb Nadirova köç prosesinin detallarını diqqətimizə çatdıracaq. Zeynəb, hər vaxtın xeyir olsun yenidən. Hər vaxtınız xeyir olsun Çinarə. Efrimizin bu saatında doğma Xocalıya, eyni zamanda Ağdama növbəti köç prosesi ilə bağlı məlumat verəcəyik. Prezident İlham Əliyevin tapşırığına əsasən böyük qayıdış çərçivəsində köç prosesi davam edir və qeyd eləyək ki, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi bununla bağlı məlumat yayıb. Bugün səhər saatlarında doğma Xocalıya, eyni zamanda Ağdama növbəti köç karvanı artıq yola düşüb. Qeyd eləyək ki, Ağdamın Sarıcalı kəndinə, eyni zamanda Xocalının isə Ballıca kəndinə bir neçə şəhər sakinləri gedib. Eyni zamanda qeyd eləyək ki, əhali 39 ailə. Bu ailə çərçivəsində isə düz 169 nəfər doğma Ağdamın Sarıcalı kəndinə yola düşüb. Eyni zamanda Xocalıya da yola düşənlər var. Ballıca kəndindən gedir söhbət. Oraya isə 15 ailə. Bu ailə çərçivəsində isə 68 nəfər köçüb və qeyd eləyək ki, böyük qayıdış çərçivəsində bu proses hələ də davam eləyir. Müxtəlif bölgələrdən, eyni zamanda sanatoriyalarda, inzibati binalarda yerləşən məcburi köçkünlər öz doğma yurd yuvalarına qovuşmaları üçün artıq qeyd elədiyimiz kimi qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq işlər görür. Xatırladaq ki, bu günə kimi artıq həmin qeyd elədiyimiz həm Xocalıya, həm də Ağdama bir sıra əhali köçüb və son olaraq Ağdam rayonunun Sarıcalı kəndinə cəmi 149 ailə və bu ailə çərçivəsində isə düz 69 nəfər köçürülüb. Bununla yanaşı isə Xocalının Ballıca kəndinə isə düz 172 ailə. Bu ailə çərçivəsində isə 811 nəfər köçüb və məcburi köçkünlərlə yanaşı Qarabağ və Şərqi Zəngəzur ərazisində həm qeyd eləyək ki, dövlət qurumlarında çalışanlar, bununla yanaşı bilirik ki, orada müxtəlif işlər görülür. Təmir, tikinti, bərpa, quruculuq işləri, həm bu işlərdə çalışanlar, bununla yanaşı energetika, sənaye, tibb, təhsil və turizm sahəsində çalışan işçilər, mütəxəssislər, bunları da nəzərə almaqla düz 40 mindən çox əhali yaşayır və Prezident İlham Əliyevin tapşırığına əsasən böyük qayıdış çərçivəsində bu proses hələ də davam edir və bundan sonra da davam edəcək. Hələ ki, bu informasiyamız bundan ibarət idi. Bugün səhər saatlarında yola düşən köç prosesi ilə bağlı və ümumilikdə bu zamana kimi həm Xocalının Ballıca kəndinə, eyni zamanda Ağdamın Sarıcalı kəndinə nə qədər əhali köçürülüb, bununla bağlı informasiyanı verdik. İnformasiyamın detalları bundan ibarət idi. Yekunlaşdırıb sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm Zeynəb, məlumatları bizimlə bölüşdüyün üçün. Köç prosesi davam etdirilir və detallar barədə artıq əməkdaşımız danışdı. İndi isə digər bir bağlantımız olacaq.